Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Deputat Elman Nəsirov ilk nikahından doğulan qızı Laləzar Əliyevanın ittihamları ilə bağlı növbəti dəfə açıqlama verib. Qafqaz.info-nun məlumatına görə deputat bu barədə Əbaku TV'yə danışıb. O qeyd edib ki, məişət zəminində bu prosesin başlanması üçün heç bir motiv, heç bir əsas yoxdur. Ola bilər ki, deputat olasan, qızının evi olmaya, çöllərdə qala. Məntiqsizliyi görmürsünüz. Ödədiyim alimentin də qiyməti 850 manat olub. Siz deyirsiniz ki, gərək qızı ilə bağlı çıxıb həqiqəti deyəydi. İnsanın nankorluğu görəndən sonraki reaksiyasını başa düşün. Üstəlik, gecə-gündüz dövlətə, dövlətçiliyə xidmət edən mövqeli insan olasan. Kimlərsə hesab edər ki, mən sındım, zəiflədim və yox. Qətiyyən. Mən bundan sonra dövlətimizin düşmənləri ilə daha güclü, daha inadcıl mübarizə aparacağam. Nəsirov bildirib ki, ilk nikahdan olan qızının ata-babadan qalma 3-4 evi var. Bunu çox tirajlayırlar ki, deputatın qızı çöllərdə qalıb. Onların ata-babadan qalma 3-4 evi var Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsində 3 otaqlı bir ev, 1 otaqlı da bir ev gələn il istifadəyə veriləcək. O evlər də onlarındır. Yəni mənzillə, evlə bağlı problem yoxdur. Mən hətta özünü ürəyi yanırmış kimi danışanlara özümü tutub deyirəm ki, yazıqsınız, özünüz kirayədə yaşayırsınız, gedin öz halınıza yanın, öz dərdinizi çəkin. Evləri də, eşikləri də var, sadəcə öyrədirlər, istiqamətləndirirlər.